Salam, hörmətli abituriyentlər. Xanlıqlar dövründə ictimai, iqtisadi və mədəni həyatdan danışacağıq. Feodallar təbəqəsi var idi. Xan, sultan, məlik, elbəy, bəy, ruhani. Bunlar feodallardır. Yəni zəngin, torpaq sahibi olanlar. Kəndlilər rəiyyət rəncbər elat olaraq qalırdı. Bir də sənətkar və tacir təbəqəsi var idi. Xanlıq idarə etməsi bəs necə idi? Qanunverici hakimiyyət, icra edici hakimiyyət, məhkəmə hakimiyyəti hamısı məxsusdur xana. Xanın ən yaxın köməkçisi vəzir idi. Darğa, yüzbaşı, kəndxuda, naib onun əsas dayağı idi. Və xan qeyri-məhdud hakimiyyətə malik idi. Xanlığı idarə eləyirdi xan. Naib mahalı idarə eləyirdi. Kəndxuda isə kəndi idarə eləyirdi. Xanlıq mahallara, mahallar isə kəndlərə bölünürdü. Qeyd etdik, kəndxuda və yüzbaşı kəndləri idarə eləyirdi. Kələntər və Qalabəy şəhərləri idarə eləyirdi. Darğa şəhərdə bir növ ticarət aparılan yerlərdə qayda qanuna nəzarət eləyirdi. Polis missiyasını yerinə yetirirdi. Şəhər ağsaqqalı məhəllələri idarə eləyib vergi toplayır. Xan və naiblərin sərəncamını yerinə yetirirdi. Ustabaşıları isə sənətkar təşkilatlarına başçılıq edirdilər. Torpaq mülkiyyəti formaları əvvəlkilər demək olar qalmışdı elə. Mülk, tiyul, vəqf, icma olduğu kimi qalmaqdaydı. Tiyulda dəyişiklik olacaq, indi o haqda danışacağıq. Xan torpaqları yeni yaranan torpaq mülkiyyəti forması idi. Xan və onun ailəsinə məxsus idi. Tiyulda dəyişiklik görürük. Belə ki, vaxtı ikən biz deyirdik ki, Səfəvilər dövründə yaranan tiyulun soyurqaldan əsas fərqi o idi ki, soyurqal irsən keçə bilirdi, amma tiyul yox. Xanlıqlar dövrünə gəlib çatdığımızda artıq görürük ki, tiyul xidmət müqabilində verilsə də artıq şərti xarakterini itirib, irsi səciyyə daşımağa başlayır. Yəni artıq tiyul da irsən keçməyə başlayır. Vergilər. Əsas vergi növü yenə də malcəhət idi. Məhsulun 1/1 ilə 1/3 arasında dəyişirdi. Çöpbaşı otlalardan istifadə müqabilində bağbaşı bağlardan toplanan məhsulun həcmi qədər alınırdı. Müəyyən 1/1 həcmində alınırdı. Darğalıq xanın əmrini deməli yerinə yetirən məmurun xeyrinə alınırdı. Bir növ polislərin maaşı üçün idi bu. Bayramlıq bayramlarda kəndlilərin feodala hədiyyə gətirməsi idi. Mirzəyanı və Kələntərli isə xan dəftərxanasının inzibati idarə etmənin digər qurumlarının xərclərini ödəmək üçün toplanan vergi idi. Yəni dövlətin sənəd, sünət, kağız, kağız işlərini görmək üçün ehtiyac olan məbləğ də əhalidən toplanırdı. Və bu dövrdə biz biyarla əvrəz görürük. Biyar haqqı ödənilməyən 3-6 günlük iş, yəni mükəlləfiyyət idi il ərzində. Əvrəz isə 2 günlük idi. Hər ikisi mükəlləfiyyətdir, yəni əvəzi ödənilməyən işdir. Əvrəzə getmək istəməyən natura ilə deməli bunu ödəyə bilərdi. Yəni məhsul verərək vergi kimi əvrəzdən azad ola bilərdi. Şəhərlərə gələk. Əgər deyilsə ki, Təbrizli, Əylisli, Qazançalı, Köçərli, Qurdular, Culfalar kimi məhəllələr vardı. Təbii ki, bu Şuşa, yəni Pənahabaddır. Köhnə və yeni olmaqla 2 şəhərdən ibarət olan Şamaxıdır. Şalbarlar, sabunçular, xarratlar, zərgərlər, duluzçular, sandıqçılar kimi məhəllələr Şəkidə idi. Digər xanlıqların paytaxtına nisbətən kiçik idi, bu Bakıdır. Gəncə mühüm siyasi və iqtisadi mərkəz idi və sənətkarlıq məhsullarının ixracı ilə məşhur idi. Təbriz ən böyük şəhərlərdən biri idi və Qacarlar dövründə Darüssəltənə, yəni vəliəhtin əyləşdiyi yer adlanırdı. Qırxbulaqdan İrəvana içməli su çəkilmişdi. Qala, Şəhri, Təpəbaşı və Dəmirbulaq adlı məhəllələri var idi. Memarlıq abidələrinə gəlincə, Şəkidə Şəki Xan Sarayı Usta Abbasqulu tərəfindən 1763-cü ildə inşa edilib və Kərvansara var idi. Qarabağda Pənahəli xanın məscidi və kitabxanası, Bayat qalası, Şahbulaq qalası, Pənahabad qalası, Əskəran qalası var idi. Bakıda Şamaxı darvazası yaxınlığında saray kompleksi, Naxçıvanda Xan sarayı və İrəvanda Göy məscid, həmçinin Sərdar sarayının güzgü salonu və yay imarətgahı var idi. Belə yoldaşlar, xanlıqlar dövrünün ictimai, iqtisadi, sosial həyatına nəzər saldıq. Ümid edirik ki, sizin üçün bu video bir işıq tutar. İndi isə vəsaitimizdən mövzunu daha ətraflı şəkildə öyrənək. Hər birinizi uğurlar arzulayıram. Hələlik.